Bu sual barədə məmnuniyyətlə fikrimi bildirmək istəyirəm. Çünki biz Azərbaycan xalqı olaraq bu qrup yağlardan çox istifadə edirik. Sualda belə soruşulur ki, bəs heyvan yağlarının, daha doğrusu heyvanın iç yağı, həmçində quyruğun yağının əridilmə istifadə edilməsi damarları tutarmı? Ümumiyyətlə, ürək damar xəstəlikləri baxımından təhlükə ehtiva edirmi? Əvvəla, bu tip yağ qrupları bizim istifadə etdiyimiz yağlardandır, dediyim kimi. Yəni 100 illiklərdir, 1000 illiklərdir ki, bizim insanın qida rasionunda bu yağlar var. Yəni bizim genetikamızda bu yağları işləyəcək, bu yağları sərf eləyəcək bir mexanizm oturuşub. Digər tərəfdən isə siz istər zeytun yağı yeyin ki, zeytun yağına bizim genetikamız nə qədər oturuşub, bu biraz mübahisəlidir. Amma yenə də bir çox xeyirli tərəfi olduğu düşünülür. Yəni istər zeytun yağı yeyin, istər kərə yağını yeyin, istərsə də heyvan iç yağını yeyin. Əgər sizin yağın miqdarını artırarsanızsa və lazım olduğundan çox miqdarda, uzun müddət yüksək miqdarda qəbul eləsəniz, bu sizə ziyan vuracaq. Fərqi yoxdur ki, söhbət hansı yağdan gedir. Təbii ki, bəzi sintetik yağlar, daha doğrusu təbii mənşəli deyilib də, amma tərkibi əslində təbii olmayan yağlar daha çox ziyan vurur. Açıq, aydın məsələdir. Amma dediyim kimi, yağın əslində çox da elə güclü fərqi yoxdur. Həddən artıq istifadə olunsa ziyanlıdır. Digər tərəfdən isə bu heyvan daxili yağları isə az miqdarda ara sıra istifadə etmək təhlükəli olmaya bilər. Xüsusən də ürək-damar sistemində problemi olmayan insanlar üçün. Yəni sizin damarlarınız və ürəyiniz sağlamdırsa, ara sıra bu tip yağları istifadə eləməyiniz sizə böyük bir ziyan vurmayacaq. Əksinə yeməklərinizi dadlı eləyəcək, sizə çoxdan da tanış olmuş bir dadı yenidən sizə hiss elətdirəcək və müəyyən qədər faydalıdır da hətta. Amma yox, sizin ürək-damar probleminiz var. Damarlarınızda tıxanıqlıq artıq yaranıb, başlayıb və həmçinin də artıq çəkiniz var, problemləriniz var. Yəni metabolik sindromunuz var. Bu o deməkdir ki, artıq çəki, sonra ürək-damar problemi, yüksək təzyiq, həmçinin də şəkərli diabetə meyillilik. Yəni bu metabolik sindromdan əziyyət çəkirsinizsə, bu yağların həddən artıq istifadəsi sizə ziyan vurmuş ola bilər. Yenə də 100% bir təsdiqi olmasa belə. Amma bu o qədər də tez-tez istifadəsi və yüksək miqdarda istifadəsi məsləhət görülmür. Yəni uzun sözün qısası deməyimdən o nəticəyə gəlirəm ki, bu tip yağlar bizim genetikamıza tanışdır. Əsrlər boyu istifadə etdiyimiz üçün bizə ziyanı o qədər də yoxdur. Əgər ürək-damarı sistemimiz sağlamdırsa. Yenə də problem varsa da belə ara sıra az miqdarda istifadə etmək mənə elə gəlir ki, bizə güclü bir ziyan vurmayacaq.